Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammedin ve ali Muhammed ve accil feracahum. Bu gecə Qədr gecəsidir. Allah Taala'dan istəyirik bizlərə inşallah bu gecənin əməllərini yerinə yetirmək tövfiqi versin. Allah Taala Quran-ı Kərimdə bu gecə haqqında buyurur: Bismillahirrahmanirrahim. İnna enzelnahu fi leylatil qadr. Və ma adraka ma leylatul qadr. Leylatul qadr hayrun min alfi şehr. Biz onu, Qur'anı Qədr gecəsində nazil etdik. Ya Rəsulum, sən nə bilirsən Qədr gecəsi nədir? O 1000 aydan daha xeyirli bir gecədir. Əziz rəhbərimiz bu gecə haqqında buyurur: Qədr gecəsi insan üçün yeni ilin başlanğıcıdır. Bu gecə Allahın mələkləri insanın bir illik təqdirini yazır. Bu gecə insan yeni ilə, yeni mərhələyə və yeni həyata qədəm qoyur. Yəni insan elə bil yenidən dünyaya gəlir, yenidən dünyaya göz açır. Yaxşı olar bu gecə Allahın qapısına israrla gedək. Elə bir Allahın qapısına gedirik ki, onun nəzərində böyük günahları bağışlamaq böyük sayılmaz. İmam Səcid əleyhissalam buyurur: İlahi, böyük günahları bağışlamaq sənin nəzərində böyük sayılmaz. Bu gecə günahlarımıza görə, səhvlərimizə görə, xətalarımıza görə Allaha üzrxahlıq edək. Allahdan istəyək ki, bizim xətalarımızı bağışlasın, bizim üzrümüzü qəbul etsin. Allahumma fəqbəl üzrə, İlahi, mənim üzrümü qəbul et. Allah Taala bizim üzrxahlıq etməyimiz üçün bizə bu dünyada meydan verib, bizlər üçün şərait yaradıb. Gələk onun qapısına üzrxahlıq edək, göz yaşı tökək, ağlayaq və ondan öz böyük günahlarımızın, xətalarımızın, səhvlərimizin bağışlanmağını istəyək. Allah Taala'nın bu əzəmətli gecəni ayların içərisində ən şərafətli ayda qərar verməsi şükrünü yerinə yetirə bilməyəcəyimiz böyük bir nemətdir. Bu gecə israrla Allahın qapısına gedək və Allahdan günahlarımıza görə üzr istəyək. Bir gün gələr ki, o gün heç kəsdən üzr qəbul olunmaz. وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ O gün günahkarlara üzrxahlıq etməyə icazə verilməyəcək. O gün elə bir gündür ki, günahkarlar dil açıb danışa bilməyəcəklər. فَذُوقُوا بِمَا نَسِيتُمْ لِقَاءَ يَوْمِكُمْ هَذَا إِنَّا نَسِينَاكُمْ Allahla görüşəcəyiniz günü unutduğunuz üçün bu gündə biz sizi unutduq. Allah Taala günahkarlara xitab edər: La təcərul yavm Bu gün ahunalə etməyin. Bu gün sizə heç bir yardım olunmayacaq, heç bir kömək olunmayacaq. Qiyamət günü Allahın insanı unutmağı ən ağırlı əzablardan biridir. İnsan dərdini deməyə yer tapa bilməyəcək. Ustadlardan biri buyururdu ki, Allahın insanı qiyamət günü unutmağı, onu tərkləməyi, onu yad etməməyi dünyada atası, anası olmayan uşağa bənzəyir. Biri o uşağı, atası, anası olmayan o uşağı vursa, incitsə, dərdini deməyə yeri olmaz. Qiyamət gündə də belədir. Onlar ki, Allah onları unutar, dərdlərin deməyə yerləri olmaz. Və bu da insan üçün ən ağırlı bir əzabdır. Bu gecə Allaha deyək ki, İlahi, mən sənə tərəf qayıtmaq istəyirəm, istəyirəm sənə bəndə olam. Deyək ki, İlahi, onsuz da mənim qayıdışım sənə tərəfdir, ölümlə sənə tərəf qayıdacam. Amma ölümlə qayıdışımın faydası mənə o vaxt olacaq ki, diri ikən sənə tərəf qayıdam, sağ ikən sənə tərəf qayıtmış olam, sağ ikən səni yad etmiş olam, sağ ikən sənə bəndəçilik etmiş olam. Bu vaxtı ölüm ilə qayıdışım mənim üçün faydalı olar. İnsanın sağ ikən Allaha tərəf qayıdışının göstəricisi Allaha həqiqi bəndəçilikdir. İnsan bu dünyada ikən, sağ ikən Allaha həqiqi bəndə olar, həqiqi bəndəçilik edər. Və bu gecə biz israrla Allahdan istəyək ki, İlahi, bizlərə həqiqi bəndəçilik əta et. Bizlərə kömək ol ki, həqiqi bəndə ola bilək. Bu gecə israrımızı Allahın dərgahında möhkəmləndirək. Nə qədər israrla Allahın qapısında dayansaq, Allahın nəzərini özümüzə cəlb etmiş olarıq. Alimlərdən biri buyururdu: topu nə qədər möhkəm yerə vursan, o qədər havaya çox qalxacaq. İnsan Allahın dərgahında nə qədər israrını çoxaltsa, o qədər Allahın nəzərini özünə cəlb etmiş olacaq. Bu gecə insanın Allahın nəzərini özünə cəlb etməyin ən yaxşı yolu, ən gözəl yolu vilayətə yaxınlaşmaqdır. Bu gecə vilayət gecəsidir. Bu gecə həm Qur'an nazil olur, həm də mələklər İmam Zaman ağaya əleyhissalama nazil olur və ona salam deyirlər. Tənəzzəlul mələikətü və ruh, selamun hiyyə həttə mətla'il fəcr. Bu gecə insan İmam Zaman ağaya özünü vəsl etsə, onu gözəl aqibət, xeyirli aqibət gözləyir. Bu gecə Aşura gecəsinə bənzəyir. Qədr gecəsi vilayət gecəsi olduğu kimi Aşura gecəsi də vilayət gecəsi idi. İmam Hüseyn əleyhissalam çıraqları söndürür, öz əshabına deyir ki, mən beyyətimi sizdən götürdüm. Bəziləri gedirlər, bəziləri isə möhkəm dayanırlar. Baxmayaraq ki, bilirdilər sabah tikə-tikə doğranacaqlar, möhkəm dayanırlar və aqibətləri də xeyirli olur. Onlar ki, çıxıb gedirlər, onlar ziyana uğrayanlardan oldular. Aşura gecəsində İmam Hüseyn əleyhissalamın sahabələri özlərini imama göstərirdilər.
özlərini imama nümayiş etdirirdilər. İmam Hüseyn baxmayaraq ki, beyətini onlardan götürür və deyir gedin, İmam Hüseyn əleyhissalamın sahabələri bir-bir dururlar. Yəbnə Rəsulullah, biz tikə-tikə doğranaq, yenidən dirilək və yenidən tikə-tikə doğranaq və bu 1000 dəfə təkrar olsa da belə səndən əl çəkmərik. Bu gecə biz də özümüzü İmam Zaman ağaya göstərək, imama nümayiş etdirək deyək, ağacan, dünyada baş verən məsələlər bizi səndən ayıra bilməz, sənin haqq naibindən ayıra bilməz. Hər nəyimiz var, sənə və sənin haqq naibinə fəda olsun. Əgər bilmək istəyiriksə İmam Zaman ağanın nəzərini özümüzə cəlb etmişik ya yox, baxaq görək İmam Zaman ağanı qəmləndirən dünyadakı bugünkü hadisələr, müsəlmanların başına gətirilən bu vəhşiliklərə biz də narahatıqmı, biz də qəmlənirikmi və bu məsələlərdə İmam Zaman ağanın qəlbini sevindirəcək hər hansı bir addımlar atırıqmı, hər hansı bir işlər görürükmü, bunun üzərində düşünürükmü? Bizim bu addımımız, bu işimiz həm İmam Zaman ağanı sevindirsin, həm də müsəlmanların xeyrinə olsun. Qədr gecələrində bunlar haqqında düşünmək, təfəkkür etmək çox mühümdür. Bu barədə düşünmək və bu barədə addım atmaq bizləri İmam Zaman ağaya yaxınlaşdıra bilər. Vəssalamu aleykum və rəhmətullahi və barakatuh.